verilir. Deyir ki, bu kristal hidratı 125 qram 125 qramını müəyyən temperaturda 275 qram suda həll etsək, doymuş məhlul alınır. Bu duzun həmin temperaturda 100 qram suda həll olan miqdarını hesablayın. Uşaqlar, bu kristal hidratın deməli 50 qramında tapdıq ki, 32 qram təmiz maddə var. Onda bunun 125 qramında təmiz kuprum SO4 nə qədərdir? M. Kuprum SO4. Bunu hesablayın. 50-dən 125-ə. 2.5 dəfə artıbdır. 32-ni 2.5-ə vurun. 2-yə vuranda 64, bir də 32-nin yarısı 16. 64, 16, 80. Deməli, bunun 125 qramında təmiz, elə bu maddə elə bil ki, burada 125 qramdır indi. İçərisindəki təmiz kuprum SO4 də 80 qramdır. Yerdə qalan 45 qram deməli sudur. İndi bu maddəni qarışdıranda 275 qram su ilə elə bil ki, 125-in 80 qram təmiz duzdur. 80 qram təmiz duzdur, 275 əlavə olunan sudur. Bir də özündə də 125-dən 80 çıxın. 45. 45 qram da özündə olan kristallaşma suyudur. Bərkimiş su, daşlaşmış, bərkimiş, donmuş və yaxud da kristallaşmış. Suyun cəmi neçə uşaqlar? 275-in 45-in cəmi. Neçə eləyir? 320. Deməli, yekun bu maddəni tam qarışdıranda 125 qram kristal hidratla 275-i qarışdıranda общий cəm neçə eləyir? 400 elə. 400 qram maddənin içərisində tapdıq ki, 80 qram duzdur. Təmiz maddə kuprum SO4-dür. Neçə qram sudur? 320 qram sudur. 320 qram suda 80 qram duz həll olanda doymuş məhlul alınırsa, onda 100 qram suda bu maddənin neçə qramı həll olar? Olsun X. 320-dən 80-ə 4 dəfə azalmayıbdır. 100-ü bölün 4-ə. Neçə eləyir? X bərabərdir 25. Deməli, 320 qram suda 80 qram duz tam həll olursa, biz nəyə gəlməliyik? Hər 100 qram suda neçə qram duz tam həll olar? O da neçə dəfə azalıb? 4 dəfə. Bu da 80-i 4-ə böləndə neçə eləyir? Daha doğrusu 100-ü 4-ə böləndə. 100-ü 4-ə böləndə 25 eləyir. Daha doğrusu 80-i biz neçə böldük? 4-ə bölürük də. 80-i 4-ə böləndə də x bərabərdir 20 eləyir. Deməli, bu duzun 100 qram suda həll olan miqdarı 20 qramdır. Yəni 320 qram suda praktikada 80 qram duz həll olursa, biz gəlməliyik bunun 100 qramındakı olan duzun kütləsinə. Yəni 100 qram suda həll olan duzun kütləsinə. O da eləyir 20 qram, 4 dəfə az. Qurtardı. Cavab olur C variantı. Yəni siz kristal hidratdakı su ilə duzu tapmalısınız ayrı-ayrılıqda. Oradakı kristal hidratdakı təmiz duzu ayırandan sonra onun tərkibində olan su ilə əlavə olan suyu toplayırsunuz. 45-dən bunun cəmi eləyir neçə? Deməli 320. Buradakı təmiz duz 80 qramdır. 80 qram duz 320 qram suda həll olursa, neçə qram duz, m qram duz? 100 qram suda həll olar. Belə qurun tənasübü. Eyni şeydir. Deməli, burdan bura, bir dəqiqə uşaqlar, biz niyə belə yazdıq bunu? Bax, 320 qram duzda 320 qramından 80 qram həll olursa, 320-yə 80, 4 dəfə azal belə uşaqlar, 4 dəfə. Onda 100 qram suda həll olan miqdarı da 100-ü elə bir neçə bölürük? 4-ə bölürük də, bir dəqiqə. 100-ü 4-ə bölürük də biz onda, 25 eləyir də uşaqlar. Elə eləmir? Bəli. Bax, elə bir 320 qram suda həll olur 80 qram duz. Deyir 100 qram suda nə qədər duz həll olar da? X bərabərdir 100 vurulsun 80 bölünsün 320. Buradan da 320, 80. Bura qalır 4, burada qalır 1. Hə, 100 bölünsün 4. Aha, 25. Deməli, burada 20 yox, 25 qram duz həll olur. Yəni, hər 100 qramında. Gəlin sübut eləyək. 100 qrama 25-dirsə də, 320 qram suda neçə qram maddə həll olar? %25. 300-də 75. Bir də 20 qram suda 25-i 5-ə bölürsüz. 5. O da neçə eləyir? 75 plus 5, 80. Həqiqətən də bəli.
320 qram suda 80 qram maddə həll olur. Düzdür. Yəni diqqətli olun bu məhlul məsələlərində, çox düşə bilər məhlul məsələləri, diqqətli olun. Sonra neçə? Müəllim, məndə bitdi. Buradan yox Bizdə uşaqlar sorunuz. Xeyr. Bəs sınaq 9. Mən işləməmişəm. Mənə 8-ə qədər veribsiz. Yox. Nəyi? İşləyirsən qadası? Hə, sualın yoxdur. Yox uşaqlar, o qeyd eləyin, gəraydan onda axıra kimi sınaqları bitirin mümkün dərəcə. Axıra kimi qeyd eləyin sınaqları gəraydan. Şahindən baxaq gəlin. Şahindən hələ ki baxmış olar, deyin görüm. Şahindən Müəllim, məndə sınaq 4-ə qədər işləmişdim, 12-yə qədər verdiniz. hə, 4-ə baxmışdı uşaqlar. Bəli, müəllim. Hə, onda 5-dən başlayaq uşaqlar. Kimin sualı var? Deyin 5-dən. Beşdən sualım yoxdur mənim. Heç yoxdur uşaqlar. 5-dən. Haydan qədər sağ ol. Videoya görə çox sağ ol. Müəllim, mənim də yoxdur. Yaxşı. Hə, yaxşı onda bir dəqiqə. Yaxşı, sınaq 6-dan.